başlayırıq. Lamia xanım, özünüzü təqdim edin bizə. Sanki miqrəsiniz, müsahibə formatında bizə özünüzü təqdim edin. Sanki orada oturmusunuz. Buyurun. Aha. Mən Lamiyə Mahmudova Rakif qızı 2003-cü il 31 avqust Astara rayon Şüvi kəndində anadan olmuşam. 2009-cu ildə 2009-2018-ci ildə orta təhsilimi Astara rayon Şüvi kəndi Azad İbrahimov adlı tam orta məktəbində bitirmişəm. 2018-2020-ci illərdə isə Astara şəhər Mirzə Ələkbər Sabir adlı bir saylı tam orta məktəbin texniki təmayülündə tam orta təhsilimi bitirmişəm. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına daxil olmuşam. 2025-ci ildə isə 5 illik bakalavriat təhsilimi yekunlaşdırmışam. 5 il ərzində müxtəlif layihələrdə yer almışam. Bu layihələrin ən əsasına Code for Future layihəsini misal göstərə bilərəm. Bununla bağlı sertifikatlarım da var. 2026-cı ildə Elm və Təhsil Nazirliyinin iştirakı ilə keçirilən müəllimlərin işə qəbul müsabiqəsinin test mərhələsində və vakansiya seçimi mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə dəvət almışam. Məqsədim sizin də müsbət rəyinizi alaraq müsahibə mərhələsini uğurla bitirib müəllim kimi fəaliyyət göstərməkdən ibarətdir. Aha, əla. İndi başlayıram sizə birinci kurikulumla bağlı sual verəcəm. Bilirsiniz ki, müsahibədə indi bilməyənlər üçün deyirəm. Otağa girdiniz. Otaqda hardasa 4 dənə stol olur. Hər stolun başında da 3 müəllim əyləşir. Sizin bəxtinizə indi hansı stol boşdursa, sonra göndərəcəklər. Yəni müsahibə bir bəxt düşür həqiqətən də. Sən getdin stola, orada sən birinci özü təqdim edirsən. Yenə deyirəm, bunu əvvəl demişəm sizə. Birinci ilk görünüş vacibdir. Biz orada həyecanlanan, əllərimizi birimizə keçirtmək olmaz. O görünüş göstərsək bizə bir minusdur. Özünüz normal, sadə təqdim edədiniz, əsas keçdik. İndi sizə birinci başlayacaq kurikulum müəllimi, sonra keçəcək ixtisas müəllimi, ən sonunda isə sizə psixoloq sual verəcək. İndi sizə birinci mən yenə orada olan kimi kurikulumla bağlı sual verirəm. Lamiyə xanım, diferensial təlim nədir? Diferensial təlim hər bir şagirdə fərdi yanaşmaq, onların maraqlarını, istəklərini, yaş xüsusiyyətlərini nəzərə alaraq təlim prosesinin qurulmasıdır. Aha. Müəllimə, siz mənə deyin görüm, summativ qiymətləndirməni necə keçirəcəksiniz? Nədir summativ qiymətləndirmə? Summativ qiymətləndirmə məktəb daxili qiymətləndirmənin bir növüdür. Deməli, summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, kiçik summativ qiymətləndirmə olaraq iki yerə bölə bilərik. Kiçik summativ qiymətləndirməni biz bölmə sonunda keçirdirik. Bir yarım il ərzində 4 və ya 6 dənə summativ qiymətləndirmə keçirə bilərik. Böyük summativ qiymətləndirmə isə yarım ilin, yəni ildə 2 dəfə keçirilir, hər yarım ilin əvvəlində keçirilir. Lamiyə xanım, kompetensiya nəyə deyilir? Kompetensiya nədir? Kompetensiya şagirdin tərifini bilik, bacarıq, dəyər, vərdiş və keyfiyyətin kompleks formasıdır. Bu cür deyə bilərsiniz. Yaxşı, yəni bir insanda həm bilik olsun, həm bacarıq, həm dəyər, həm vərdiş, həm keyfiyyət formalaşdırmalıdır müəllimlər. Buna deyilir bizim nəyimiz? Kompetensiyamız. Keçirəm ixtisasınız nədir deyin görüm mənə. Mən həmçinin də öz mülavimələrimi ixtisasına bağlı suallar verdiyimə görə siz onu vermək istəyirəm. İxtisasınız informatika. Yaxşı, biraz bilmədiyim ixtisasdır nəsə. Belə bir sual vermək istəyirəm onda sizə. Çünki sizə ixtisasdan bağlı necə suallar çözəkdir. Və belə bir sual çözək ki, tutaq ki, fənninizin məzmun xəttini sayın. Fənnin məzmun xəttləri informasiya və informasiya prosesləri, formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə, proqramlaşdırma, kompüter informasiya kommunikasiya texnologiyaları, informasiya cəmiyyəti. Alqoritm nədir? Alqoritm hər hansı bir məsələyə çatmaq üçün həll ardıcıllığıdır, mərhələlər ardıcıllığıdır. Aha, yaxşı. Keçəcək psixologiya suallarımıza, ən sonunda dünya görüş suallarımıza. Belə bir sual verirəm sizə. Bax, dərs dediyiniz sinifdə şagirdlərə pərmisiz kompüter otağına, dərs keçirdiyiniz yerdə uşaqlar hamısı kompüterdə işləməlidir. Siz verdiyiniz işi qalıb qıraqda, bax yenə deyirəm, hamıya öz fənninə uyğun yəni psixoloji sual veriləcək. Durub orada kimya müəlliməsində informatikada sual verməyəcək. Sizə sual verəcək ki, uşaq dərs keçirirsiniz və şagird kompüterdə dərs keçdiyin yerdə gedib öz sosial şəbəkəsinə, uşaq qoşulub sanki Instagrama girib, öz səhifəsinə girib. Siz də bunu gördünüz, nə edəcəksiniz? İlk öncə müəllimin bununla bağlı prosedurları, qaydaları olmalıdır. Şagirdlərə bunları xatırladaram ki, kompüter arxasında necə davranmaq lazımdır, dərs prosesi necə getməlidir. Əgər şagird bunu hələ də əməl etmirsə, burada bu prosedurlarda nəsə bir problem ola bilər. Yəni, ya müəllim bunu yetəri qədər məşq elətdirməyib, ya da ki, şagird bunu qavramayıb. Bunu qavraması yenə də təkrar elan verərəm sinifdə ki, hər bir şagird deməli, test ilə məşğul olsun. Yəni, bu qədər. Aha, yaxşı. Bu yanlış cavabdır sizcə? Dəstək yox, normaldır, qayət normaldır. Yəni əslində
Yanlış cavab belə verirsəniz, orada yanlış dediyinizi düşünməyin. Əgər yəni özünüzü inanlı görsənməlisiniz. Baxın, özündən razı yox, amma özünü inanlı görsənməlisiniz. Niyə yanlış cavab olsun ki, normaldır. Mən həmişə müdavilərimə də deyirəm, sizə də bu da artıq mənim müdavimim sayəsində deyirəm. Heç vaxt şablon heç nəyə qaçmayın. Yəni bilirəm, hamınız araşdırırsınız, baxırsınız YouTube'da, Instagramda, hər yerdə sağ olsun ki, kolleqalarım ilə içim mən qarşı eləməyə çalışır. Amma çalışın ki, özünüzün bir dəst xəttiniz olsun. Yəni orada sıxıcı, hamı olan kimi görsənməyin. Məsələn, mən sizə burada bir minut tuturam. Mən həmişə bunu demişəm özüm müdavimlərimə. Bayaq burada bir xanım yazıb. Əslində orada rəqəmləri, məktəbləri, doğulduğumuz dediğimə ehtiyac yoxdur. İnanın ki, onlar yəni o söz dediyimiz anda demirəm mənfi bir çıxırlar bizdən. Yox, indi bu sertifikasiya vermək deyirlər. Bu min müsahibəyə aiddir ki, dediklərim. Yəni o biraz belə sıradan görsünə bilər. Yəni çalışın ki, siz orada özünüz təqdim edin deyəndə o illərdənsə, bax elə başladınız ya, falan üniversitəyə daxil oldum, falan uğurlarım olubdu. Oradan başlayın. Yəni niyə bu illərə deyək ki, orada yorucu görsünlər ki? Burada biraz danışmaq limit məsələsi və 1 dəqiqədən çox 2 dəqiqədən az Bəli, olmalı. sən orada illəri düzünü mən sıxıldım ki, yəni mən sıxılıram hələ. Gör oranı düşünsən. Çünki Mən bir dəfə birinci qarşılayırlar. Ona görə illəri deməyə ehtiyac istəyən desin ha, amma yəni şablon görsəməyək də, yəni deməyə ehtiyac yoxdur. Gəlin o eyniliyi çıxarmışam mən bunu deyirəm ki, mən çalışıram ki, o miqdə də, sertifikasiyada da, müsahibədə də, kurikulumda da eynilikdən çıxaq. Çünki onlar bizi artıq yorub. Yaxşı. Lamiyə xanım psixologiya bir dənə də sual verin. Tutaq ki, dərs dediyi sinifdə şagirdin biri sizin dərsinizə informatika dərsində başqa bir fəndə oxumaq istəyir. Deyir, müəllim, mənim qrupum ikinci qrupdur, mənə informatika lazım deyil. Mən çıxarım tarix testimi işləyim. Neyəcəksiniz? Və ya Öncəliklə bir şey deyirəm, üzrlü sayım böldürəm, bir şey deyirəm. Miqə verən müəllimlər. Sizdən indi mən burada da elə suallar verəcəm ki, həmçinin orada da deyə bilərsiniz ki, mənim axı birinci ilimdir. Axı mən elə müəllim olmamışam. Xeyr, bizə müsahibədə elə suallar verilir ki, sanki biz 50 ilin müəllimiyik. Orada da demək lazım deyil, mən başlamamışam, mən bilmirəm deməyəcəksiniz ha. Amma düşünmək lazım deyil ki, axı elə mən başlamamışam, elə mən yeni müəlliməm. Bizə orada suallar sanki biz illərin müəllimiymiş kimi verilir. Yəni bax bunu bu cür düşünün. Sanki sən artıq işləyən müəllimsən, sən o cür suallar verilir. İndi buyur. Öncəliklə şagirdə, yəni ki, sərt reaksiya vermərəm. Yəni ki, ilk öncə informatikanın onun ixtisasına, onun gələcəyinə hansı sahələrdə lazım olduğunu, yəni inteqrasiya eləməyə çalışaram. İnformatika onun fənni ilə əlaqəli, hətta ikinci qrupla hansı ixtisasa getdiyini, gələcəkdə nə olmaq istədiyini soruşaram, onunla inteqrasiya etməyə çalışaram ki, yəni mahiyyətini başa düşsün, yəni bu mənə lazım deyil deməsin. Nəzərə alsaq ki, informatika bu dəqiqə bütün sahələrdə, demək olar ki, bütün sahələrdə istifadə olunan bir fəndir, ixtisasdır. Yəni bunu əlaqələndirsəm, məncə şagird artıq anlayar ki, yəni informatikada nə də olsa informatikada mənə lazımdır. Lazım deyil. Əslində cavabınız normaldır, yəni deyirəm normaldır, amma belə bir cavab deyə bilərik ki, əgər mən dərsimi cəlbedici qursam, maraqlı qursam, şagirdə mənim fənnim dərsə maraqlı gəlsə, şagird dərsində başqa bir fənni oxumaq yəni fikrinə düşməz. Mən dərsin maksimum ilk öndə dərsin birinci mərhələsidir. Cəlb eləmək yaxşı quluram ki, uşaq dərsində başqa fənn oxumasın. Amma əgər olarsa da şagirdə bildirirəm ki, bizim fənnimiz də lazımdır fəndir, bizim fənnimiz də bu dəqiqə ən çox belə deyim ehtiyac duyulan fəndir. Bildirirəm ki, dərsimizə fikir versin, dərsimizə qoşulsun, dərs ona maraqlı gələcəkdir. Əgər tutaq ki, dərsdən digər fənnini evdə əslində etmək lazım olduğunu mən şagirdə bildirirəm. Yəni məktəb dərsi digər fənni oxumaq üçün məktəbə biz oxuyub gəlməliyik də, yəni oxumaq üçün deyil. Bunu mən uşağa bildirirəm. Belə, yaxşı, dünya görüşmək bir sual verirəm sizə. Azərbaycanın sağ qalan milli qəhrəmanlarından kimləri tanıyırsınız? Sağ qalan milli qəhrəmanları, Bəli. sağ qalanlardan təəssüf ki, ad çəkə Yox, bilməyəcəm. elə deməyin də. Olmaz. Deməli, Bax, mən bu sən, sualı- sən orada qulaq as, bir dənə mən dinlə, Ramiyə müəllimə. Sən dünya ilə bağlı, Amerika ilə bağlı, Pakistanla bağlı, temperament tipindən bağlı, mutizmlə bağlı, nə isə bilməsən dünya görüşündə sənə minus düşməz. Yəni İnsanlıqda bilmərik. Biz robot deyirik ki, amma Azərbaycan şəhidlərindən, milli qəhrəmanlarından bağlı nə isə bilməsən, o sən orada mənfi 1 yox, mənfi 3-dür. Mütləq Əslində dərəcədə. rəhmətə gedən milli qəhrəmanları saya bilərdim. Sağ qalan ağlıma gəlmədi. Orada da Maşallah olsun. Abdullayev deyə bilərsiniz. Maşallah. Mən onları müdafiəyə bilmirəm. demişəm, hep saxlayırlar, yadda saxlayırlar. Kim bilir, bəlkə qoy sizdən soruşum. Mədət Quliyev. Quliyevlər bir 3 dənəsi var orada. Həmişə deyirəm ki, ən azı bu Quliyevlərin üçünü, soyadlarının hamısı eynidir. Adları əzbərləyin. Yadınıza Qadın keçsin. milli qəhrəmanları öyrənmişəm. Sonra Yox, sağ rəhmətə qalanlar gedən- mütləq əzbərləyirsiniz. Sağ qalanlar sonuncu kimlərdir? Yəni Azərbaycan tarixi yenilikdən bağlı öyrənməlisiniz. Məsələn, sən bu qədər hər şey cavab verdin, düzdürmü? Amma sağ qalan milli qəhrəman bilmədiysə sənə bir mənfi 3 getdi burada. Tamam. Çünki tariximizlə bağlıdır. Çox sağ ol Lamiyə müəllimə. Normal qənaət bəxş təşəkkür edirəm. Müəllimə səsləri bağlayın. Mən indi yenə deyirəm, kim istəyirsə əlini qaldırsın, gəlsin. Yəni burada özünüz gördünüz, vaxt verilən bir dənə sual vermirəm ki, vaxt limiti yoxdur. Normal əsl müsahibə necə olursa o cür suallar verilir sizə. Bax tam bu formada olacaqdır. İstəyən əlini qaldırıb gələ bilər.
Nəzifə xanım buyurun. Nəzifə kimdir? Öz müdavimimiz Nəzifə müəllimədir yoxsa yox? Nəzifə xanım buyurun. Nəzifə müəllimə. Salam, necəsiz? Tamam. Sağ ol Nəzifə xanım. Siz necəsiz? Siz hansı bir Nəzifəsiz? Məndən müdavimim olan yoxsa kənardan qoşulan? Xeyr. Nereden Aha. qoşulanım? Aha, əla. Başladıq Nəzifə xanım. Özünüzü bizə bir dəqiqə ərzində təqdim edin. Müsahibədəyik. Müsahibəyə getmisiniz. Stolun qarşısındasınız. O cür ab-havanı Bəli. beyninizdə qurun, başlayın. Mən İbrahimova Nəzifə Vaqif qızı. 1988-ci il 22 yanvar Göranboy rayonunun Xanqərvət kəndində anadan olmuşam. 2006-2010-cu illərdə Gəncə Dövlət Universitetini bitirmişəm. Hal-hazırda müəllimə işləyirəm. MİQ müsabiqəsindən keçmişəm 2016-cı ildə. E, Aha. Bu ildə sertifikasiyada Ay, keçmişəm. sağ Mən sertifikasiya müsahibəsinə gedirəm. Ailəliyəm, 2 övladım var. Hal-hazırda da Tərtər rayonunun Ələsgərli kəndində kimya müəlliməsi işləyirəm. Nəzifə xanım, normalda indi burada bilmirəm qoşulmusunuz yoxsa yox, hansı bir müəllimə dəstək alırsınız yoxsa yox. Yəni baxın, miqə verən müəllim belə bir danışıq sərgiləsə, ona indi yəni mənfi düşməzlər. Çünki yəni el işləmir ki. Amma müəllimə bu cür yəni bilmirəm pisdir, amma düzəltmək lazımdır. Özünüzü təqdim etmənin üzərində işləməyiz lazımdır. Yəni burada necə? Əslində deyirəm, onlara illər yığmağa ehtiyac yoxdur. Mən Nəzifət Taxçı Əliyeva, Fulan məktəbin kimya müəlliməsiyəm. 26 ildir tutaq ki çalışıram, 15 ildir çalışıram. Bu illər ərzində yaxşı müəllim kimi tanınmışam. Yetərincə uğurlu şagirdlərim olub. Baxın, bir şey deyirəm sizə. Bu sertifikasiya verənlərə aiddir. Tutaq ki siz musiqi müəllimisiniz. Bax, orada yenə siz özünüz təqdim edəndə sertifikasiyaya aid tələb ki. Təqdim edəndə deyə bilərsiniz ki, mənim işlədiyim illər ərzində yetərincə uğurlarım olub, uğurlu şagirdlərim olub. Şagirdlərim içərisindən həkim, mühəndis, müəllim və yaxud da ki, digər peşənin nümayəndələri var. Deyə bilərsiniz ki, mən musiqi müəllimiyəm. Nə olsun ki? Siz musiqi müəllimisiniz. Sən uşağı dərs deməmisən. Birlikçi deməmisən, demisiniz. Ona görə də çalışın ki, özünüzü orada bizə bal verəcəklər. Miqə bal vermirlər. Ona görə onlar demirəm, ha, onlar pis danışsın, yox. Yəni onlar biraz indi sizin kimi desələr, onlar indi yola vermək olar. Amma sizə bal verəcəklər deyə çalışaq ki, o ilk görünüşümüz onları belə cəlb eləsin biraz. Yaxşımı? Yəni illər rəqəmləri deməyə ehtiyac yoxdur. Mən Nəzifə Əliyeva Fulan məktəbin kimya müəlliməsiyəm. Mən müəllimlər kollektivi içərisində uğurlu müəllim kimi tanınıram. Bu illər ərzində yetərincə uğurlu şagirdlərim olub. Mən onlarla fəxr edirəm, qürur duyuram. Daima öz üzərimdə çalışıram, işləyirəm. Şagirdlərimə yetərincə fayda verməyə çalışıram. Sertifikasiya imtahanından filan qədər bal demin, eyb yox. Sertifikasiya imtahanından uğur qazanmışam. İndi müsahibəyə dəvət almışam. Sizlərin də dəyərli sayəsində öz işimə qaldığım yerdən uğurla davam edəcəyimə inanıram. Aydındır? Axıcı formatda bir də çalışaq biraz ədəbi dildə özümüzü təqdim eləməliyik. Nəzifə xanım, başladıq. Belə bir sizə də ən çox bilirsiniz də ki, sertifikasiya gedənlərdə ən çox sual elə kurikulum və dünya görüşü düşmür, amma yeni Azərbaycan tarixi düşür. Başlayıram sizə Nəzifə xanım. Nəzifə müəllimə, təhsil formalarımız hansılardır? Nə formalar müəllim? Təhsil formalarımız. Bilənlər yazar cavabımızı. Kurikulumdan yəqin ki, qoşulmamısınız, eyb yox. Təhsil formalarımız formal, informal, qeyri-formal. Sonra Nəzifə müəllimə, yaxşı, siz mənə deyin görün, bəs kurikulum özü nəyə deyilir? Kurikulum konseptual sənətdir. Ay, sağ ol. Əla, eyb yox. Əsasən Bilməcəsi ilə bundan kifayətdir. Yəni təhsilin məzmununu, təşkilini və qiymətləndirilməsini özündə əks etdirən konseptual sənətdir. Nəzifə müəllimə, İngiliscə təlim nədir? İngiliscə təlim müəllim. Əsasən biraz toparlayayım özümü, biraz mən Narahat olmayın. fikir Mənlə bu da sizi öyrənmək üçün qoşulmuşuq. Mən sizə burada dəstək üçün qoşulmuşam. Sıxılmayın yəni. 15:00-na qədər vaxtımız var. Vaxt yazan müəllim var. Yarım saat vaxtımız qalıb. İnklüziv təlim bütün şagirdlərə eyni imkanlar yaratmaqdır. Yəni sinifdə sağlam uşağa da, xəstəlikdə olan uşağa da, varlıya da, kasıba da, ay sağ ol. Bütün şagirdlərə eyni imkan yaratmaq, hamısına eyni qədər bərabər davranmağa aiddir. Əsasən bərabər hüquqluluqdur da müəllim burada. Ay sağ ol. Yaxşı. Nəzifə müəllimə, formativ qiymətləndirmə bəs nəyə deyilir? Formativ qiymətləndirmə əsasən qiymətləndirmənin 3 növü var. Diaqnostik, formativ, bir də summativ. Əsasən fərdi şəkildə aparılan qiymətləndirmədə formativ qiymətləndirmə. Hmm,
Aha. Formativ qiymətləndirmə, bəli, məktəb daxili, yəni gündəlik qiymətləndirməyə deyilir. Yaxşı. Nəzifə Yəni müəllimə, hər nəzi dərsin sonunda aparılır da bu qiymətləndirmə. yox, dərsin sonunda aparılan refleksiyadır müəllimə. Dərs ərzində aparılır. Fərqi yoxdur, Dərs əvvəlində, haqqında, ortasında, yəni axırında, dərs uşaqlar dərs ərzində aparılır. danışdıqda özümüz üçün xüsusi qiymətləndirmə aparırıq. Ay, sağ ol. Yaxşı. Nəzifə müəllimə, dərs dediyi sinifdə şagirdlər arasında necə mehriban ünsiyyət qurursunuz şagirdlərlə? Şagirdlərin bir-biri ilə, həm də şagirdlər sizinlə. Necə edirsiniz ki, mehriban bir ünsiyyət baş verir? Əsasən uşaqlarla uşaq dilində danışmağa çalışıram. Yəni onların səviyyəsində danışmağa çalışıram. E, Sonra da Aha. Nəzifə xanım, həyəcanlanmayın. Nəyi bilirsiniz deyin. Öyrənmək üçün qoşulmuşuq, narahat olmayın. Bax müəllimlər, bu sual yəni 100-ə bir 90% mən deyim ki, müdavimlərə verilir. Həm sertifikasiyada ki, şagirdləriniz arasında necə ünsiyyət yaxşı qurdurursunuz ki, mehriban olurlar və yaxud da ki, özünüz. Sonra yenə bir şey deyirəm. Bax, musiqidir, fiziki tərbiyədir, təsvir sənətidir, texnologiyadır. Bu müəllimlər deməsin ki, mən axı sinif rəhbəri deyiləm. Bizə müsahibədə verilən sual sanki biz o sinifin sinif rəhbəriymiş kimi verilir. Bəzən mənə bu cavablar gəlir. Deyir axı mən dərs deyə burada bir dənə çıxıb gedirəm 45 dəqiqə. Mən o uşaqları görmürəm. Xeyr. Biz 45 dəqiqə dərsə girmişiksə, biz o dərsə artıq sinif rəhbəriyik. Yəni orada bunu düşünməyimiz olmasın. Aydındır? Biz orada sinif rəhbəriyik, illərin müəllimiyik. Buna görə bizə ona görə o suallar verilib. Miqdən gedən müəllimlərə də aiddir. Bax, sual verilir ki, şagirdlərinizlə necə, şagirdlər arasında necə mehriban ünsiyyət qurdurursunuz? Bu zaman deyirik ki, mən dərsin elə ilk günündən şagirdlərə özümü səmimi olduğum kimi tanıdıram. Onlara çalışıram ki, dərsimi sevərək keçim, dərsimi maraq üzərində qurum. Əgər şagird müəllimi sevərsə, onun fənini də sevəcəkdir. Şagird mənim səmimiyyətimi görsə, mənim onlara bərabər imkanları pozmadığımı görsə, dərsi şagird ünümlülüklə, şəxsiyyət ünümlülüklə keçdiyimi görsə, inanıram ki, aramızda yaxşı bir ünsiyyət formalaşacaqdır. Amma şagirdlərim arasındakı yaxşı ünsiyyət isə onlara elə ilk gündən bizi var idi, buzqıran strategiyaları var idi. Mən onlara ilk gündən buzqıran strategiyaları tətbiq edirəm. Sinifdə maraqlı qrup işləri, cütlərlə iş verirəm, layihə işləri verirəm, birlikdə işləyirlər, bir şeyi həll etməyə çalışırlar. Artıq bu zaman onlar bir-birini daha yaxşı tanıyırlar, aralarında daha yaxşı ünsiyyət baş verir və aralarında səmimiyyət baş verir. Həmçinin mən onlarla mütəmadi olaraq danışıqlar aparıram. Hansı ki, Daniel Goleman var idi bizə kurikulumda. Emosional intellekt sahəsində, empatiya üzərində danışıram onlarla ki, bir-birinə qarşı necə empatiya qurmaq lazımdır, necə davranmaq lazımdır. Və ona görə sinifimizdə həm şagirdlər arasında, həm də mənim aramda yaxşı bir ünsiyyət baş verir. Nə oldu? Empatiya, emosional intellekt, özümü səmimi olduğum kimi tanıtmaq, dəyişik cəlb edici qurmaq, buzqıran strategiyaları müəllim və müəllim şagird arasındakı yaxşı ünsiyyətin təməl qaydalarındandır. Və yaxud da özünüzün bəlkə bir fərqli cavabı var. Yenə deyirəm, mən heç kəsdən heç vaxt demirəm ki, sən mütləq bunu de. Həmişə bildirirəm ki, mən yazdığımdan da yaxşı cavab verə bilərsən. Onsuz da bir 3-4 dərs keçdikdən sonra elə mühit formalaşır ki, müdavim özü artıq heç psixoloji sualların cavabını deməyə ehtiyac yoxdur. Özü artıq onlara bir cavab verə bilir. Əminəm ki, sizdə də bu kimi hallar formalaşacaqdır. Belə, Nəzifə xanım, təşəkkür edirəm. Çox sağ olun. Amma Nəzifə xanım, öz üzərinizdə işləməlisiniz. Əgər qoşulmamısınızsa, bax YouTube'da yaxşı müəllimlərimizin, dəyərli kolleqalarımızın dərsləri var, ödənirsiniz. Yəni Zoom-da atırlar məncə, kömək də edirlər. Yəni girin baxın, ən azından oradakı sual cavablara olan izahına mənim də var elə özümün də, amma özümü demək istəmirəm ki, reklam xarakteri çıxmasın, çünki reklam istəmirəm. Ancaq dəstək məqsədindən bunu keçirik də. Girin baxın, yetərincə maarifləyəcəksiniz. Yaxşımı? Müəllim, çox sağ olun. Sağ olun. Emilya xanım, buyurun. Hər vaxtınız xeyir müəllimə, Tamam necəsiz? Emilya xanım, çox sağ olun, yaxşı olun. Hansı Müəllimə Emilya da bilmirəm özümünkidir yoxsa yox. yox deyil, mən sınaq dərsi kimi qoşulmuşam. Müəllimə, sınaq müəllimlər, bax bir dənə yenə də vurğulayıram. Mənim qrupum onsuz dolub. Yəni mən sevmirəm ki, durum izah zamanı orada ancaq danışım ki, nömrəm budur, dərs falan başlayır, qruplar yox, elə bir şey yoxdur deyə deyirəm. Əhd eləmişəm, ödənişsiz dərsimiz ona görə sınaq flash falan deyil ki, yəni mənim əslində o sözü sevmirəm. Qoy bunu deyim ki, Yox, bildim istəyirsin mən. baxsın sınaq üçün. Yox, onsuz mənim ona ehtiyacım yoxdur, bəyənilməyə ehtiyacım yoxdur. Onsuz hər şeyimiz dolub. Nəticələrimiz də maşallah özlərinizdən görənlər gördü ki, yəni 40 nəfər 90 plus bal yığıb. Ehtiyac yoxdur ona. Hə, əla. Qoşulmusunuz, yaxşı. Siz Mən görə demişsiniz ki, bayaq sualım var. Bu sualınızı verin, sonra gedək müsahibəmizə. Birinci o mən sualınızı verin. özümə görə girdim, yəni özüm üçün sınaq dərsi kimi. Aha, Mən tamam. sektorunda verirəm. Yəni MİQI Rus sektorunda vermişəm.
Müsahibə də rus sektorunda mı olacaq? Onun haqqında heç bir müəllim, bir normal bir məlumat yoxdur. İnternetdə nə qədər axtarmışam. Rus Yəni dilində mi olacaq? müsahibədə hər Əlbəttə şey elə olmalıdır. Sən rus sektorsansa yəqin ki, elə olacaq. Yəni mən nə yalan deyim, niyə yalan deyim ki, əslində? Yəni məncə ona görə məlumat yoxdur. Getmir yalan ki, yalan çıxmaq istəmir. İnanmıram. Yəni az sektorda olsun. Çünki onsuz da biliriz ki, mən rus sektoruyam. Orada rus sektor komissiya üzvləri də var. Yəqin ki, elə sizə məlumat rus dilində olacaqdı. Və yaxud da Asiya ingilis dilində olanlara bir dənə apar gedir normal komissiya üzvü qabağına gedir. Bir dənə onlara özünü təqdim etməni ola bilsin ki, ingilis dilində soruşurlar. O da bəzən soruşmurlar da. Qalan hər şey bizim dildə olur, hər bir şey. Rus sektoru da əminəm ki, yəni düşünürlər ki, bəlkə bu müəllim bizim dilimizi bilmir. Ona görə məncə də Rus sektorunda olacaq da. rus O qədər sektorunda. müəllimlər var ki, bizim dilimizi bilmirlər. Hə, bildim. Yəni Anladım. ona görə Rus sektoru Rus dilində olmalıdır mütləq dərəcədə. Hı. Başlayaq siz indi bizim dildə cavab verin. Hı. Əgər mən deyirəm, mən normal Rus dili, yəni hər iki dil normal bilən müdavim, məncə orada da cavab verə bilər Rus dilində. Gəlirsinizsə gəlin istəyirsiniz. Hə, başlayaq. Tamam. Özü təqdim etmək istəmirəm. Başlayıram sizdən. Dünya görüşü suallarına başlamaq istəyirəm. Olar? Olar. 1 avqust nə günü idi? 1 avqust. Dünən. Dünən Instagram, Facebook, YouTube hər yerdə var idi. Bu yazılmışdı. Heç baxmamışdım. Kim deyər? Nə gün idi 1 avqust? Bax, həmişə imtahandan bir gün qabaq yenə deyirəm sizə. Mən dinləyin, qoy bunu deyim. Ay, sağ ol. İmtahandan bir gün qabaq bilirəm indi yenə deyirəm. Burada özü oxuyan müəllimlərimiz var. İmtahandan bir gün qabaq prezidentin sonuncu səfəri. Bir gün qabaq baş verən qlobal xəbərləri mütləq araşdırırsınız. Ta ki, ayın 27-si məsələn müsahibə demə. Yazırsan ki, 26 avqust günün ən vacib xəbərləri. Demirəm ki, orada kim kimi öldürdü ona baxın. Yox. Azərbaycan xəbərlərinə baxın. Prezidentin ən son səfəri, ən ən son sərəncamı, ən son o imzaladığı fərmanı o, bir də ki, ən son dünyada baş verən qlobal hadisələr. Yəni nə baş verə bilər? İndi ola bilər ki, verilsin və verilir də. Bir də ən son nə günüdür? Tak 27 günü, 27 avqust günü nə günüdür? Kimlər günüdür? Hansı tarixi gündür? Bax mütləq dərəcədə. İndi 2 avqust, 1 avqust bizdə beynəlxalq ana dili günü idi və ona yaxın tarixlər. Bəs 22 iyul nə günü idi? İyul. Mətbuatın Mətbuat günü idi, yaranması. 22 iyul ayısı. Sonra avqust ayında bizim 26 avqust Laçın şəhəri günümüz var. Avqust ayının çox günləri var. Ona görə də onları mütləq dərəcədə əzbərləyirsiniz. Yaxşı. Emiliya xanım, 1 avqust nə gün oldu? Beynəlxalq ana dil. Ana Bu dili. siz rus dili müəllimisiniz. Ona görə də veriləcək. Hətta çıxıb dedi İlham Əliyev dönəmdən danışdı ki, ölkəmizdə dedi rus dilində yəni fərqli dillə danışanlar ana dilimizi nə bilim korluyur falan belə bir şey demişdi də. Ona görə baxmalısınız. 1 avqust nə gün oldu? Beynəlxalq ana dili günü oldu. Emiliya xanım, antiterror əməliyyatları nədir? Antiterror əməliyyatları. Terror aktlarının qarşısını almaq üçün baş verilən belə deyək, hadisə yox, toplantılar, sonra maarifləndirici. Emiliya xanım, bayaqlarım Lamiyə xanıma dediyim sualdır. Sən bütün suallara düzgün cavab ver. Bir dənə antiterroru bilmirsənsə, özünüzü öz əlinizdə məhv elədiniz. Antiterror əməliyyatları sentyabrın 19-dan 20-sinə keçən gecə 2023-cü ildə lokal xarakter daşıyan əməliyyat idi. Həmin gün tarixində 24 saatdan az baş olan, yəni müharibə şəraitində ölkəmizin bütövlüyü daha da təmin olundu. Hansı ki, Xankəndi, Xocalı daha da azad olundu və bütün ermənilər, separatistlər çıxarıldı. Bunu soruşurdum. 2023-cü ildə olan antiterror əməliyyatları, hətta həmin günə aid mütləq dərəcədə bir 3 şəhid adı əzbərləyirsiniz. Mütləq dərəcədə hamınız. Yaxşı. Yaxşı, belə bir sual verim. Onda siz mənə deyin görün, bəs aprel döyüşləri, yenə deyirəm, müharibə bu, dünya görüşü deyil. Bunu mən həm sertifikasiya verirəm, həm də müqə verirəm. Bu bizim Azərbaycan tariximizdir və mütləq dərəcədə verilən suallarımızdan biridir. Yəni demirəm soruşacaq ki, Hadrut falan nədir? Yox, onlar qaldı 2020-ci ildə. Onlar heç demirik ki, Hadrut nədir, falan yer nədir? Yox. Amma antiterror, 2-ci Qarabağ, Tovuz döyüşləri və aprel döyüşləri mütləq verilən suallar sırasındadır. Yəni birinci dərəcəli PDF-imizin məlumatlarındandır. Hı. Yaxşı. İndi dedim sizə ki, aprel döyüşləri nə idi bəs? Aprel döyüşləri bir dəqiqə deyəcəm. 2016-cı ildə olmuş. Aprel ayının Birindən 4-nə qədər. hə, 4-nə kimi 5-də qurtarmışdı. Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş döyüş idi. Hərbi toqquşmalar idi. Aha, həmin gün kimlər şəhid olmuşdu, hara azad olunmuşdu, onu mütləq dərəcədə araşdırarsınız. Emiliya müəllimə, bəlkə biləsiniz, qoy bu sualı verim. Azərbaycanda hansı dövlət qoruqları var? Dövlət nəyi? Qoruqları, qoruq. Yox.
Mülklər, yəni ən çox verilən suallarımızdan da. Qara kitab nədir Emiliya müəllimə? Qara kitab. Qırmızı kitab. Emiliya xanım sonlandırıram. Bilmirəm neçə bal yığmısınız miqdar? Miqdə 55 bal. Hansı fəndiniz? İnformatika. Rus sektora inşallah ki qəbul ola bilərsiniz. Ehtimalı var. Gedin araşdırın. Baxın, vakasiya cavabı çıxandan sonra nə qədər vaxt qalacaq bilmirsiniz. 2023-cü ildə 1 avqust günü mənim ilk ilim idi həmin il. Mənim müəllimlərim müsahibəyə getmişdilər. 1 avqust günü 2023-cü ildə. 24-cü ildə 15-16 avqust tarixində idi. 25-ci ildə 21 avqust tarixində idi. Az vaxtınız qalıb. Ona görə də heç olmasa özünüz araşdırma eləyin. Aa, bildim. Tamam, çox sağ olun. Sağ olun. Səsləri bağlayaq. Çünki Bəyaz xanım, siz məncə öz Bəyaz müəllimimsiz də. Müəllimə, bu gün dəyişsiz dərsimizdir. Özümkiləri bu gün çağırmıram ona görə də. Üzürlüsəm. Bəli. Mən elə belə əl qaldırdım ki, elə bildim ortada qoşulmuşam. Məsələlərdən xəbərim olmayıb. Müəllimə, Yox, ödəyişsiz problem dərsimizdə bu deyil. gün söz vermişdim Bəli, xanımlara. qulaq asırdım. Bəli, Əla, çox problem sağ yox. olun. Ben demiştim ki özüm heç miqləri belə çağırmıram. Amma sırf kömək məqsədindən kim ki qoşula bilməyib onları çağırıram ki, ən azından bilsinlər ki, müsahibə necə keçirilir. Firuzə Yaqub dəstək məqsədindən o əhdimi reallaşdırıram, qoy deyim ki, Salam müəllimə, hər vaxt salam Firuzə xanım, vaxtınız xeyir. Firuzə xanım, özünüzü bizə maksimum dərəcədə qısa, amma cəlbedici təqdim edin. Mən Yaqubova Firuzə Müşfiq qızı 2000-ci ildə Göyçay rayon Lətiflər kəndində anadan olmuşam. 2006-2017-ci illərdə Lətiflər kənd 1 saylı tam orta məktəbini bitirib, 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına daxil olmuşam. Təhsil aldığım müddətdə rəqəmsal bacarıqlar sertifikatı əldə etmişəm və təcrübə müddətində məktəbdə fəal olduğum üçün məktəb rəhbərliyi tərəfindən sertifikatla təmin olunmuşam. 2022-ci ildə universiteti bitirdikdən sonra müəllimlərin işə qəbul müsabiqəsində iştirak edib, Göyçay rayon Şübhəkənd ümumi orta məktəbə daxil olmuşam. Sertifikatlaşma imtahanında 50 bal toplamışam. 2026-cı ildə müəllimlərin işə qəbul müsabiqəsində isə 82,4 bal toplamışam. Yəni əsas İnşallah ümid edirəm ki, Bakıya düşəcəm o müsahibəsinə Yox, hazırlaşacağım deyəcəm. əsas. Mənfiləriniz çox oldu, deyəcəm indi hamısını. İndi mən dinləyin, hələ ikisi müəllimə sual cavab saxlayıram. Müsahibə ilə bağlı ən vacib, ən kritik o deyir, qardaşın qardaşı demədiyi nüanslar deyirəm sizə, məni də dinləyin. Bir, müsahibə ilə bağlı özünüzü təqdim edəndə, baxın, mən heç kimə burada yalancılıq öyrətmirəm, heç kimə şablonluq öyrətmirəm. Amma mən niyyətim budur ki, hamımızın niyyəti budur ki, biz müsahibədən keçək. Yəni onsuz da rast gəlirəm Instagramda falan biraz belə aqressiya ilə yanaşırlar bu kimi suallara ki, niyə belə deyirsiniz? Mənə lazımdır ki, siz gedin müsahibədən keçin. Çox şükürlər olsun ki də 5 il ərzində bir nəfər belə çıxıb deyə bilməz ki, mən filan müəllimə qoşuldum və müsahibəsindən kəsildim. Nəinki müsahibə ilə MİQ imtahanının özünə də aiddir. Yəni kurikuluma da aiddir. Heç vaxt ikinci iş yeri üçün imtahan verdiyinizi demirsiniz. Baxın, gizlətmirik. Yalan danışmırıq. Amma deyib özümüzü ələ vermirik. Məsələn, indi mən sizə durub sual verəcəm. Niyə ikinci iş yeri üçün imtahan verirsiniz? Deyəcəksiniz ki, Bakıya düşmək istəyirəm. -5 ballı silində onların siyahısından ki, bu müəllim harda olsa dərs demək istəmir, Bakı istəyir. Deyəcəklər ki, bəs Bakıya getdin. Burada dərs dinləyən şagirdlər nə olacaq? Onları qoyub gedirsən, bəs onların sənə ehtiyacı var. Olmaz. İkinci iş yeri üçün verdiyimiz təbii ki, demirik. Desələr ki, birdən müəllim özləri sual versələr ki, sadəcə deyirsən ki, MİQ imtahanına gəldim, filan balı yığdım və müəllimlərin işə qəbuluna keçdim. MİQ-də bu cür deyəcəksən. Sertifikasiya imtahanı deyirsən, MİQ-ə verdiyi demirsən. Deyirsən ki, sertifikasiya imtahanını verdim, uğur qazandım və müsahibəyə dəvət qazandım. İndi də keçəcəm və uğurla işimə davam edəcəm. Sual versələr MİQ imtahanında, sual versələr. Niyə ikinci iş yeri üçün imtahan verirsiniz? Demirik Bakıya düşmək üçün. Demirik yerimi dəyişmək üçün. Demirik yolum uzaq idi. Demirik bunları əsla. Xeyr. İndi hamısını deyəcəm sizə. Deyirik ki, mən öz biliyimi daha çox şagirdlərə ötürmək, daha çox şagirdlərlə işləmək üçün boş vaxtım qalırdı dərs saatı kimi, daha çox bu işlə məşğul olmaq üçün ikinci iş yeri kimi imtahan verdim. Aydındır, bunu deyirik. İndi hamısını deyəcəm, hər xırdalığı deyəcəm. Aydındır, belə. Sual versələr ki, bəs indi sən indi axırda hər şey görürlər. Desələr ki, bəs indi sən düşmüsən Bakıya. Axı mən rayonda işləyirdin. Bu zaman deyəcəksən ki, fənn ifadə informatika fənnidir. Dərsimi saldıracağam. 2 gün rayonda olacağam, 2 gün Bakıda olacağam. Artıq hər bir şərait hazırdır. Orada sizə baskı eləsələr ki, ay müəllim absurddur, Göyçaydan Bakıya getmək, gəlmək olmaz. İnandırıcı formada danışırsan ki, mən bunu eləyəcəm. Desən ki, Göyçaydan çıxacağam, Bakıya keçəcəm. Yəni və yaxud da ki, oradan çıxacağam. Yəni bu bizə bir mənfi hətta 2-dir. Çünki
deyirlər ki, bunun iş yeri var, Bakı istəyir, yaxşı müəllim deyil. Çünki yaxşı müəllim, çünki çıxıb dedi ki, Emin Əmrliyev keçən illərim, yaxşı müəllim hər yerdə şəraitin asılı olmayaraq işləməlidir. Hətta H2-lərdə belə. O sizə mənfi bir tutula bilər ki, elə Müəllimə, getsə ailə işlə. vəziyyətindən əlaqədar Aha, yaşayış deyirəm indi hamısını, deyirəm indi hamısını, problem deyəcəm. eləyirlər. Deyəcəm indi hamısını. Və yaxud da ki, ya o cavabı deyirsən ki, Göytər Bakı arası məsafə onsuz aşağı azdır, 2 saatlıq yarımlıq yoldur. 2 gün orada, 2 gün burada işləyəcəm. Və yaxud da ki, deyə bilərsən ki, ailə şəraiti ilə bağlı, baxın yenə ailə şəraiti ilə bağlı Göyçaydan məcburuq ki, ailəmlə birlikdə Bakıya köçəcəyik. İşlə bağlı. Ona görə də məcbur qalıb birinci iş yerimdən ayrılmalı olacam. Ya o, ya bu cavab. Amma Bakıya düşəcəm, buranı arzulamışam, xəyalım buraydı, məcburiyyətlə orada işləyirdim. Bu kimi cavablar olmaz. Biz sevə-sevə kənd yerində işləmişik. Bunu göstərdik. Sonra sertifikasiya imtahanında sual versələr ki, yenə də ikinci iş yeri üçün imtahan vermisinizmi? Deməli, yalan danışmırıq. Bəli, vermişəm. Daha çox şagirdə bilik vermək üçün, biliyimi artırmaq üçün, daha çox şagirdə fayda verim deyə bəli, imtahan vermişəm. Sonra desələr ki, bəs niyə əvvəldən demirdiniz? Mən hamısını deyirəm. Birdən desələr ki, sizə MİQ imtahanında, bəs niyə əvvəldən demirdiniz ki, ikinci iş yeri kimi imtahan verirəm? Deyirik ki, həyəcanlanmırıq. Deyirik ki, düşündüm ki, yəni ehtiyac yoxdur, unutdum. Aydındır, düşündüm ki, ehtiyac yoxdur. Bax, yenə deyirəm, mən burada heç kimə nə yalançılıq öyrətmirəm, nə şablon danışıq öyrətmirəm, amma bilirəm ki, o işin içərisindəyəm deyə bilirəm ki, kimlərin kəsilmə riski yüksəkdir. Nəyi desən kəsilə bilərsən, sənə sadəcə oradan çıxmaq üçün ipucular deyirəm. Aydındır? İkinci iş yeri üçün nə üçün imtahan verdik? Maaş azlığına görə yox. Maaşım qan etmir deyə yox. Sadəcə daha çox şagirdə bilik vermək üçün. Yerimizi dəyişəcəyik mi? Əgər Göyçayda işləyirsən, düşdün tutaq ki, Ağdaşa, düşdün tutaq ki, Ucara. Bu zaman deyirik ki, bəli, məsafə yaxındır. Hər ikisini işləyəcəm. Amma məsəl üçün, bax, mən bunu Göyçaya deyə bilərəm. Amma Gədəbəyli müəllim olsa, mən bunu demirəm ki, sən denən ki, həm orada, həm burada işləyəcəm. Göyçay yaxındır deyə dedim mən sizə bu cavabı. Amma müəllim var, Gədəbəydə işləyirdim. Axı məsafə 12 saatlıq yoldur. 8 saatlıq yaxşı. İndi gedib ki, Bakıya. O müəllimə mən heç vaxt demərəm ki, sən denən ki, həm orada, həm burada işləyəcəm. Çünki bu absurddur. Amma Siyəzəndə, Qobustanda, Şamaxıda, hadi bax ki, yaxın baş, Hacıqabulda, Kürdəmirdə işləyən müəllimlər deyə bilməz ki, mən buradan çıxacam, ora gedəcəm. Çünki 1 saat yarımlıq yoldur, o sizə mənfi minusdur. Aydındır? Çünki deməlisən ki, bəli, hər ikisində, bax bunlar çox incə nüanslardır. Deməlisən ki, bəli, hər ikisində işləyə biləcəm. Daha çox şagirdə fayda vermək üçün. Amma bəli, Gədəbəydə yaşayan müəllim, Qusardan Ucqarda yaşayan müəllim deyə bilməz axı bunu. Onlar bu zaman deyəcək ki, bəli, ən ailə şəraitindən bağlı məcburam ki, indiki iş yerimdən ayrılım və Bakıdakı iş yerimdə vaxt qazandığım üçün orada işləmək istəyirəm. Yəni hər bir şey düşünülür də. Təbii ki, Gədəbəylinin orada işləməsi absurd bir şey idi. Aydındır, incəliyi nəzərə alın. Bizə müsahibədən keçmək lazımdır. Belə, başlayaq indi davam edək sizinlə sual cavabımıza. Adı Firuzə xanım idi. Firuzə müəllimə, Mən metakoqnitiv bilik nədir? Yenə deyirəm, kurikulumdan studiya yox Metakoqnitiv- suallar lazım deyil. Amma əzbərçi terminlərimiz mütləqdir. Metakognitiv bacarıqlar şagirdin, yəni özünü inkişaf etdirməsi üçün, nəyin necə öyrəndiyini özü təhlil edib öz yolunu tapa bilməsi üçün olan bacarıqlardır. Aha. Şagird özünü dərk eləməsi, özünün başa düşməsi, öz yolunun olması, öz üsulun olması, özünün strategiyasının olması o şagirdin artıq metakognitiv biliyinin olduğunu göstərir. Ay sağ ol. Siz mənə deyin görüm, dərs zamanı hansı iş üsullarından istifadə edə bilərsiniz? Dərs zamanı, məsələn, dərsin əvvəlində beyin həmləsi iş üsulundan istifadə edə bilərəm ki, bu şagirdlərin, yəni müxtəlif fikirləri sərbəst şəkildə ifadə etməsini və sonda fikirlərin ümumiləşdirilməsini təşkil edə bilərəm. Daha sonra ixtisasa uyğun olaraq Venn diaqram iş üsulunu tətbiq edə bilərəm. Bundan başqa klaster, daha sonra Fənninizin məzmun xətti nədir? Fənnimizin məzmun xətti həmən, onu soruşum bir dənə sizdən. 2025-ci ildə fənnin məzmun xətti dəyişdirilib, amma Doğru. dərsliklər köhnə məzmun xəttinə uyğundur. Ən İndi yeni mən deyil. orada təzəni Dəyişmiş. deməliyəm də elə. Bəli, mütləq də təzəni deməliyik, bəli. Deməli, verilən informasiya, aparat təminatı, proqram təminatı, alqoritmləşdirmə və proqramlaşdırma informasiya cəmiyyəti. Aha. Azərbaycanda ilk milli qəhrəman kimdir? Müəllimlər, burada var milli parklar da yazmışam, ekrana götürə bilərsiniz. Qoruğu da yazmışam, məsələn, hamısını yazmışam. İstəyən kayda ola bilər. Hə, ilk milli qəhrəman kimdir?
Hı. Hal-hazırda bilirəm İlk ki, milli doğru deyil. qəhrəman 4 nəfər bir gündə alıb. Ona görə də hələ bəşqalan deyil. Amma ilk milli qəhrəman 4 adam bir gündə alıb ilk milli qəhrəmanımızı. Kim bilir, kim demək istəyər? Məhərrəm Seyidov. Aha, ay sağ ol. Düzdür. Albert Agaronov, Məhərrəm Seyidov, bir də başqa 2 nəfər 4-ü bir gündə alırlar. Mən də dərsin qaydını alıb YouTube-da paylaşacağam. YouTube-a göndərəcəm müsahibə səhifəsinə. Ödənişsiz müsahibə qrupumuza göndərəcəm. Narahat olmayın. Yaxşı, siz bizə deyin görüm. Adı neydi onun? Şuşa bəyannaməsi nədir? Şuşa bəyannaməsi. Şuşa bəyannaməsi bilən varsa desin. E, Bir dəqiqə. 2000. 2021-ci ildə imzalanmışdı Azərbaycanla Türkiyə tərəfindən. Ay sağ ol. 15 iyun tarixində. Oradan başqa bir sual çıxır. 15 iyun başqa nə günüdür? Qurtuluş günü. Ay sağ ol. 15 iyun bəli, həm də qurtuluş günümüzdür. Milli Qurtuluş. Yaxşı. Firuzə müəllimə, bir psixologiyaya dair sual verim. E, Belə bir sual verirəm. Qoy elə məşhur sualımı vereyim. Dərs dediyi sinifdə, baxın, incə məqamlar o qədər çoxdur ki, ona görə də sualı diqqətlə dinləyin. Dərs dediyi sinifdə şagirdin biri sizə xəbər verir ki, uşağın birinin çantasında bıçaq gətirib məktəbə. Yəni uşağın birinin cibində bıçaq var. Hansı reaksiya Aha. verərsiniz? İlk öncə yəni bu məlumatın doğruluğunu yoxlayaram. Əgər Necə həqiqətən belə bir yoxlayarsınız? şey Necə var. yoxlayacaqsınız? Qulaq asın. Necə yoxlayacaqsan? Mən əgər məktəbə bıçaq gətirilibsə, bu ilk öncə məktəbin yəni nəzarət, yəni əvvəlcədən nəzarət olunmalıdır ki, bu halların qarşısı alınsın. Valideynlərlə əməkdaşlıq aparılmalıdır ki, yəni şagirdlərdə belə hallar olmasın. Həmçinin məktəbdə gözətçilər buna nəzarət eləməlidir ki, Deməli, yəni məktəbə belə bir hallarda gözətçilər qulaq as, bilirəm sözü bölürəm, amma özürlü sayın deməyə məcburam. Demək, gözətçilər hər bir şagirdin çantasını kənd məktəblərində belə yoxlayıb göndərir məktəbə. Yoxsa kənd məktəblərində siqnalizasiya var ki, bıçağı cıyır deyir ki, hə, bu da bıçaq var sumkasında. Xeyr, yoxdur, amma O boyda nəzarət liseydə olunmalıdır da uşaq yenə. keçirtdi onu elə silah keçirtdi çantasında o boyda liseydə. İndi biz sual verəndə iptaq kənd yerində indi keçirdi bıçağı sumkasında. Gözətçi bunu Mən deməyəcək ki. belə deyim onda, belə deyim, şagirdə yaxınlaşaram həmin şagirdə. Yəni onun belə bir hal olduğunu soruşaram əvvəlcə ki, belə bir şey var. Əgər onun reaksiyasına uyğun olaraq da cavab verirəm. Əgər görsəm ki, daha da aqressivləşir, sakitləşdirməyə çalışaram, əl almağa çalışaram, söhbətlər apararam ki, yəni belə bir hal olmaz, bu düzgün hal deyil, sən özünə, yoldaşlarına ziyan verə bilərsən. Yəni belə söhbətlər aparmağa çalışaram. Ay, sağ ol. Aha və davamı var da. Hə, gizliliyin qorunmadığı hallardan. Əgər Gizlilik yəni bəli, bu şagirdlərdən ciddi bir haldır, qorunmalıdır. ciddi bir hal olduğuna görə bunu rəhbərliyə də məlumat verərəm. Bəli, rəhbərlik, valideyn və psixoloq mütləq dərəcədə bilməlidir. Aydındır? Bax, bu halı artıq gizli saxlamaq olmaz. Yəni cavabımız qənaətbəxşdir. Demirəm ki, belə mükəmməl yox, amma cavabımız qənaətbəxşdir. Xanımın cavabı nə oldu? Dedi ki, bax indi mən sizə bir cavab deyim, yenə deyirəm. Bu kimi hallarda bir cavab yox, bir neçə cavab verilə bilər. Şablonluğa qaçmırıq. Yəni çünki riskli o qədər indi bayaqki sual kimi, ikinci iş yeri kimi olan qədər qorxunc sual deyil. Bizim nəinki o ikinci iş yeri, budan çıxacaqsanmı, o suallarımız daha risklidir. Nəinki bu sualımız. Ona görə də bu tip suallardan qorxmayın yəni. Əslində mən belə bir şey deyim, fikirləşirəm əslində ki, onsa kənd məktəbində dərsim azdır, 8 saat dərsdir. Həqiqətən fikirləşirəm ki, onu 2 günə yığdırıb gedib gəlməyi düşünürəm əslində. Bəli, var da, o qədər Yəni mən buna belə bir şahid hal olmuşam. düşünürəm. Onlarla belə müəllim var, həqiqətən var. Yəni bu halı həqiqətən düşünürəm, yəni. Çünki məsələn o kənd məktəbində mənim bir narazılığım yoxdur. Sadəcə yaşayış yerinə görə gedirəm Bakı məktəbinə. Ona görə fikirləşirəm ki, kənd məktəbinə də gələrəm. Yəni burada Bəli, kollektivin yenə deyirəm, həqiqətən bax, sizin deməyiniz normaldır. şagirdlərlə Amma Gədəbəli bilirsə, o anormaldır. Artıq Gədəbəli ilə yol verir 8 saatdır da. Onların adi müəllim var ki, Bakıdan gedir, Laçına gedir dərsə müəllim var ki. Həm Bakı, həm Laçında işləyir. Səhər tezdən gedib gələ bilər dərsə. Yəni normal şeylər var əslində. Ona görə də yəni riskli sual nəinki o sualdır, nəinki bu sual.
İndi mən buna sizə cavab deyim, müəllimlər. Bax, uşağın çantasında silah var, ayrı cavabdır. Artıq silah uşağın əlindədir, bu ayrı cavabdır. Və həmişə suallarda çalışın ki, aqressivliyə qasmayın. Uşağı artıq aqressiv, cani. Mən o gün də bu sual atmışam Instagrama. Sanki artıq uşaq terroristdir, əli silahlıdır, yəni bizi güllələmək üçün. O cür düşünün, o halaya girməyin. Aydındır? Hansı sual olursa olsun, intihar halı sualı olsun, uşağı direktorun yanına aparmaq sualları olsun. Heç vaxt suallara yəni həyat aqressiv bir insan kimi baxmayın. Əslində o cür baxmağınız onu göstərir ki, bu müəllim özü aqressiv müəllimdir. O zaman deyirik ki, mən əgər eşitsəm ki, ayaqda gedəndə xəbər tutsam ki, hər hansı bir şagirdimin çantasında silah var, dərs ilə izah zamanı sakit və təmkinli formatda şagirdin yanına yaxınlaşıram, şagirdin çantasını götürürəm, çantasından necə uşağın belə deyim, yəni çantasından digər şagirdlər görməyəcək formada həmin o əşyanı götürürəm, yəni zərərsizləşdirirəm, dərsimi pozmuram, dərs bitdikdən sonra həmin o əşyanı aparıram aidiyyəti bir quruma təqdim direktor. Kimdə aidiyyəti qurum? Direktordur da. Mən demirəm aparsan bunu müstəntiqə ver. Yox. Aparıram bunu hansı ki direktora təqdim edirəm. Uşağın valideyninə, psixoloqa və direktora xəbər verirəm. Onlar gələnə qədər də özüm şagirdlə fərdi danışıram ki, yəni bu kimi halların olmağı normal deyil. Aydındır? Cavabımız budur. Şagirdin, yəni mən qışqır bağırdan, sən mənə ver. O cür yox. Uşaq artıq məni gözləyir. Uşağa mən yavaş-yavaş yaxınlaşım ki, ay aman uşaq sanki ilandır, mən sandacaq. Yox. Sakit və təmkinli formada dərs izahı zamanı şagirdin yanına yaxınlaşıram. Çantasını sakit formada götürürəm, yanıma qoyuram. Silahı çıxardıram. Hətta ola bilər ki, elə bir cavab da deyə bilərik ki, hətta mən bu uşağın silahını, yəni baxın, desək ki, dərs zamanı mən apardım, silahı verdim, tutaq ki, direktora, axı sinif boş qaldı. Bax, hər şey düşünməliyik. Yəni mən bu silahı aparıb dərs zamanı versəm, boş qalacaq. Bəlkə mən bu silahı yaxınlaşıram, uşaq sinifdə olmayanına, tənəffüs zamanı götürürəm onun çantasından. O zaman belə aparıb verəcək direktora. Amma dərs zamanı mən silahı götürüb aparıb verməyim adəti quruma, bu biraz absurd səslənir də. Çünki nə deyim, axı məktəbdə dərs boş qalacaq. Mən silahı götürürüm. Ola bilər ki, qapını açıram. Qapının ağzında əgər məktəbin dostu varsa, ona təhvil verirəm bu bıçağı. Yoxsa saxlayıram çantamda. Aparıram tənəffüs vaxtı direktora verirəm. Şagirdlə fərdi danışıram və cəhd bu hadisəni psixoloq, direktor və valideynə xəbər verirəm ki, bəs olmadı bu gündən. İkinci gün bıçaq gətirdim. İkinci gün bizə bıçaqladı. Ona nə edəcəyik? Ona görə də gizli qala bilməz. Deməyin ki, mənim gizli qalsın, uşaq səhvini anlasın. Yox. Mən bu gün bacardım, bıçağı götürdüm, danışdım, düzdürmü? Amma bəs sabahlar nə olacaq? Sabah bıçaq azlığıdır. Sabah gətirə bilməz onu. Sabah gətirsə, kiməsə bıçaqlasa nə olacaq? Deməzlər ki, əvvəl desək, bax, ustad olsa ki, əvvəl bu hal baş vermişdi. Müəllim bunu gördü, özü danışdı. O müəllimin cinayət işi düşür. Ona görə müəllim özünü sığortalamalıdır. Mütləq dərəcədə psixoloqa xəbər verilməlidir, direktora xəbər verilməlidir və valideynə. Deməyin ki, müəllim adi halda bilirəm, olur o qədər məktəblər var ki, uşaqlar, oğlan uşaqlar gətirir üstündə, ötüb keçirirlər, danışırlar, bitir güya ki. Amma yəni düşündüyünüz kimi bunlar adi hallar deyil. Və yaxud da ki, bir dənə nəsə sual verim sizə. Belə bir sual verim. Deməli, nəsə sualımı unutdum. Sual, hə, nəsə sual deyəcəkdim. Yaxşı bir sual tapmışdım, vacib sual idi, amma unutdum. Siz verin sualınızı, buyurun. Buyurun müəllimə. Hə, Firuzə xanım, kifayət əslində bu qədər sualınız. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Cavabınız yaxşıdır. Müəllimlər, indi 4 dəqiqə vaxtım qalıb. İndi sual cavab eləmirəm. İndi siz gəlin növbə ilə, təmkinlə mənə suallarınızı verin müsahibə ilə bağlı. Buyurun. Tamam. Artıq sual cavab yoxdur. Elə Buyurun. mən sualımı verə bilərəm bir dənə. Verin. Məmməd, deməli, mən belə bir hüququm var da. Məsələn, mən istəyirəm ki, iki məktəbdə işləyim də, bir orada, bir rayonda, bir Bakıda. Elə mən bunu direktordan tələb eləsəm ki, mənim dərslərimi 3 günə yığın, 2 günə yığın, yəni bu eləməlidir da direktor. Mən belə bir Yox, hüququm var, tələbdən eləmi? yox. İndi yenə deyirəm, bax, aqressiya ilə, tələbdən, Yəni sübut xahiş formasında edirəm. yox, bəli. Yox, Xahiş elə yox. formasında nəzərə almalıdır bunu direktor. Mütləq dərəcədə. O qədər müəllimlər var ki, işləyən müəllimlərimiz var, magistrda oxuyan müəllimlərimiz var. Onlar 3 gün dərsə gedirlər, 2 gün dərs yığdırırlar o məktəblərdə. Direktor bunu nəzərə almalıdır ki, bu müəllim 2 yerdə işləyir. Hər Elə ikisini mən nəzərə elə bir almalıdır. sual verirсələr ki, bəs direktor nəzərə almasa nə edərsən? Onda nə deyim Direktor mən? nəzərə alması yox. Direktor nəzərə alması demirik. Baxın, yenə deyirəm, bizə orada suallar verilir. İndi hər şey buraya çatdırmaq mümkün deyil bir saat ərzində. Bizə orada da suallar verilir ki, sanki direktorla bizim aramızdakı ünsiyyəti yoxlamaq üçün. Baxın, müəllimin direktora qarşı kobudluğu həm mədəni davranışı, həm də loyallığı pozmaqdır. Baxın, yığa bilməsə yox. Deyirik ki, indi tutaq ki, mənim kimi müəllimlər çoxdur. Birdən bölməsə, çatdıra bilməsə nə etmək olar? O zaman deyirik və deyirik ki, əslində bu direktorun işi deyil. Bunu direktordan köməkli o müavinləri birlikdə eləyirlər. Əminəm ki, yəni bir köməklik göstərəcəklər.
Demirik ki olmaz. Ya deyirik ki olmayacağını düşünmürəm. Çünki mənim kimi onlarla müəllim var, iki iş yerində çalışırlar. Biz şagirdlərə lazımıq, bilik ötürməliyik. Mən burada düz gəlmir deyə oradan da ayrıla bilmərəm. O uşaqlara mənə ehtiyacı var və əminəm ki, direktor da bu ehtiyacı nəzərə alıb hər ikisi mənə köməklik göstərəcək. Aydındır? Yəni aqressiv cavab olmaz. Bir sual tapmışdım ama Aydındır. sualı unuttum. Bəli, Sual aydın. neydi? Çox sağ olun. Sağ olun. Deyə bilərəm, müəllimə. Buyurun verin. Biz orada hətta bizə deyilmişdi deyəsən ki, müsahibəni ilə bizdən direktorlar götürəcəklər. Bəli, biri Müəllim mütləq direktordur. Oturan biri direktordur deyə direktorlar biz onu kobud ona davranmaq qarşı, deyirik. Ona əsəbləşə bilər onun hansımız. hə, İxtisas onu müəllimi deyirdim. direktor olur. Bəli, ixtisas müəllimi Bəli, direktor olur. Hə, tapdım bəli. sualımı. Sualı unuttum. Yadıma düşdü sual. Bax, sizə sual verilə bilər ki, və verilib də bu sual. Siz uşağa psixoloq kimi dəstək olarsınızmı? Yox cavabı deyirik. Mən əgər müəllim psixoloqdursa, niyə müəllim şəxsin ki, psixoloq maşallah hamı çox pul qazanır, düzdürmü? Deyirik ki, yox, mən psixoloq deyiləm. Psixoloq özü bir səlahiyyətli bir şəxsdir. Onsuz da məktəbimizin psixoloqu var. Mən sadəcə şagirdlər dəstək olsun deyə danışmağa çalışaram. Amma görsəm ki, faydası yoxdur, bu zaman bəli onu psixoloq yönləndirirəm. Hətta elə hallar var ki, artıq mənim danışmağım düzgün deyil. Mütləq dərəcədə elə birinci psixoloq danışmalıdır. Yəni müəllim psixoloq deyil. Müəllim şagirdin dostu deyil. Dost olmaz. Psixoloqam demək olmaz. Kömək edə demək olmaz. Yadınızda qalsın. Belə. 58. Müəllimə, olar mən də bir sual verim. Buyurun Dünya xanım, buyurun. Demək, əslində iki sualım var idi. Buyurun. Deməli, vakansiyalar çıxanda mən bir məktəbdə işləyirəm, ikinci məktəbdə işləmək istəyirəm də iki iş yeri kimi. Vakansiyalar çıxanda biz ilk turda iştirak edə biləcəyik. Sadəcə mən Bəli, deyirəm, bəli. ilk turda iştirak edə biləcəyik. Bəli, İkinci edə sualımda, bilirsiniz. ikinci sualımda mən iki məktəbdə işləyirəm. Maksimum neçə saat dərs götürə bilərəm? İki məktəbdə cəmi. Məncə, yəni elə müəllimlər var ki, kənd yerində var. Onu da bilmirəm, artıq bilmirəm. 18 məncə hər ikisini götürə bilərsiniz. Amma necə? Sən 18 saat dərsin olsa, sən bunu 2 günə yığsaldıra bilmirsən. Elə götürməlisən ki, hər ikisini də işləyə biləsən də. Tak birində götür 18 saat, 6 günə, 6 saata sala bilərlər. O birində götür 12 saat. Belə ola bilər məncə. O barədə əslində məlumatım yoxdur, nə yalan deyim. Sadəcə mənə deyirlər maksimum 24 olar, amma mən oxumuşdum Bilmirəm, maksimum. 36. Onu bilmək istəyirdim ki, 36 Amma ya 24. yenə deyirəm 36 olsa, Müəllimə, həm də düşün ki, ixtisasdan asılıdır da. bəli, Elə bax o yox, ixtisaslar qulaq var as. ki, riyaziyyat, bəli, elə ixtisaslar var ki, mümkün deyil. Yəni 30 saniyə Bəli. çünki axı 5 günə dərs deməsin sən riyaziyyat fənnindən bağlı. Və günorta axşam sümən hə ola bilər, sala bilərsə axı 3 növbəli məktəblər varsa bəli ola bilər. Hə o da var da. Elə məktəb var ki 3 növbəlidir. Hər ikisində tak 3 növbəli məktəbi olsa bəli işləyə bilirsiniz. Fənniniz nədir Dünya xanım? Kim efendim? Bizde haftada iki saatimiz olur. Haftaya iki saatimiz Bizdə olur. bizdə mümkün. Yani ben düşünürdüm ki yani üç güne iki güne belə salmaq. Olur, Bir metre olur. 3 güne, bir metre 2 güne ve maksimumda 36 saat. Sadece benim hal-hazırda işlədiyim məktəbdə 19 saatim var. Mənə deyirlər sən yeni məktəbə getsin maksimum 5 saat götürə bilərsən. Mən 19 saatdan 3 gün işləyirdim. İndi düşünürdüm ki bir 14 saatte götürsəm, Olar. yani olar mı? Bəli, Olmayacaq. anlar. 36 saat apara bilməyəcək. Bizdə bir biologiya müəllimi var. Məncə kimya ilə biologiyanın dərsləri eynidir. Orada yəni biologiya müəlliminə artıq dərs vermədilər. 36 saat vermədilər. Hə, yəni mən tam məlumatım yoxdur əslində. Belə müəllimlər. Alındı. Yəni Müəllim, olar bizim bir sualdan verin. Buyurun Çox sağ Gülşən olun. xanım, buyurun. Siz öz Gülşənimsiz deyəsən, buyurun. Bəli. Salam, vaxtınız xeyir olsun. Xeyir, çox sağ olun. Ola bilər ki, sual verirlər ki, ən mənfi cəhətiniz nədir? Ona necə cavab verək? Bir qızdan soruşdular bizim tanıdığımızdan. O deyib ki, ən səbirsizəm. Yəni o suala görə onu kəsmişlər. Kəsilmək səbəbidir. Ən mənfi cəhətimiz dura tutaq deyə bilərsiniz ki, məsəl üçün mən həmişə müdavimlərə bunu deyirəm, bir ipucu kimi ha, özünüz deyə bilərsiniz normal cavabınızı. Yəni bu da şablonluq olmasın deyə demirəm ki, nə cavab ver. Deyə bilərsiniz ki, tutaq ki, mən hər şeyi çox dərinə gedirəm, hər şeyi çox mükəmməl istəyirəm ki, olsun. Məncə o mənfi cəhətimizdə hətmlərindən biridir ki, hər şeyin ən mükəmməl olmasını, ən mükəmməliyyətsizliyini gedirəm. Məncə o mənim mənfi cəhətimdir. Və yaxud da ki, mənfi cəhətimdir ki, tutaq ki, deyə bilərsiniz ki, tutaq ki, məsələn, mənfi cəhətim başqa deyə bilərik. Qoyuram, Mən mükəmməliyyətsizlik. gecə dərs oxuyuram, o ola bilər. çox zəhmət çəkməyimiz Tapdım, bildim. Yadma düşdü, gözünü deyəcəm. Mənfi cəhətim deyə bilərsiniz ki, budur ki, həmişə mən bunu deyirəm müdavimlərə. Tutaq ki, deyirsiniz ki, mənim özümdə ən mənfi xüsusiyyətim, ən mənfi cəhətim budur ki, mən istəyirəm ki, boş vaxtlarımda daha çox kitab oxuyum, dil öyrəneyim, kompüter proqramları öyrənim. Amma buna bəzən vaxt çatdıra bilmirəm, vaxtımı bu cəhətdən düzgün bölə bilmirəm. Bu mənim mənfi cəhətimdir. Mən həmişə bunu deyirəm şəxsən. Özümə görə budur da. Mən istəyirəm çox kitab oxuyum, dərslər buna imkan vermir. Siz də bunu deyə bilərsiniz. Müəllimə. Çox sağ olun, müəllim. Sizə Buyurun. güvənib getmişiksə, indi müsahibədə Allah qoysa sizlə davam edəcəyik. İnşallah. Vakant tutar inşallah.
İnşallah. Vallahi hər Müəllimlər bir dənə sağ şey deyim. olun. Üzrlüsən, bölürəm sözünüzü. Bir dəqiqəm qalıb, getməliyəm, bir dəqiqəm qalıb. Müəllimə sizə söz verəcəm. Bir də deyirsiniz ki, müəllimə müsahibəyə nə vaxt qoşulaq? Bax, yenə deyirəm, elə Gülşən xanım özü mənim özümün 16-15 yazan müəllimimdir kurikulumdan sağ olsun, 82 bal yığıb. Mən 90 bal yığan bu gün Tarix müəllimim var. Demişəm elə qoşulma. Yəni heç kimə qoşulma demirik əslində. Amma elə fənlər var ki, risklidir. Bəlkə sən heç getdin, sənin evin yanında yer olmadı. Mən 90 bal yığan bu gün müəllimlərimdən belə götürməmişəm müsahibəyə. Yəni elə ki müəllimə gözlə. Yəni özün oxu, hazırlaş. Və yaxud demişəm özün bilərsən, amma elə ki məsləhət deyil. Yəni ona görə də heç kimə qoşul ya da qoşulma demirik. Amma vakansiyanı gözləyənlər dünya görüşü ilə bağlı araşdırma eləsinlər mütləq dərəcədə. Çünki vaxt ola bilər ki, az olsun, çatdırmayasınız. Kurikulum psixoloji rahat onsuz. Onu bir 5 günə həll etmək mümkün deyil, öz adıma deyirəm. Amma dünya görüşünü əzbəriniz zəifdirsə, yəni indidən araşdırmağa başlayın. Siz də sualınızı verin, buyurun. Kimsə qalmışdı, verin gedim. Müəllim, mən belə bir sual vermək istirdim, miqə hazırlaşıram. Yəni birdən ki, məktəbə getdik, ilk dərsimizdə təcrübəsiz müəllimik, valideynlər tutaq ki, bizə desin ki, biz uşaqlarımızı təcrübəsiz müəllimə əmanət eləmək istəmirik. Bəli, O verilən, zaman çox verilən sualdır. nə cavab Verilir. verilir? Hətta verilir ki, şagirdlər sizi istəmir, əvvəlki müəllim istəyir, valideynlər sizi istəmir, əvvəlki müəllim istəyir. Yəni hamısı sinonim suallar cərgəsində gedir. Baxın, bu zaman deyirik ki, ola bilər, ilk gün normaldır. Mən onların həyəcanını və təşvişini anlayıram. Amma mən onlara bildirirəm ki, siz mənə maksimum 3 həftə vaxt verin. Mən 3 həftə ərzində öz bildiyimi, öz təcrübəmi, öz savadımı sübut edəcəm və əminəm ki, o 3 həftə ərzində mən həm valideynlərin, həm də şagirdlərin sevgisini qazanacağam. Hansı ki, öz bildiyimlə, dərs demə metodumla, dərs sənə biləməyimlə hamını cəlb edəcəm. Əminəm ki, o vaxtı mənə verirsizlər, güzəştirsizlər, mən özümü yetərincə sübut eləməyə qadir bir müəlliməm. Aydın oldu Lamia xanım? Aydındır müəllim, çox sağ olun. Belə Müəllim, bir müəllimlər, də sağ olun. dərsimizin linki hardasa paylaşacaqsınız? Müəllimə, indi mən getməliyəm. Axşam saatında ola bilər ki, gəlib YouTube'da paylaşdım. Çünki o biraz yükləmək uzun məsələdir. İndi alınsa bu günlərim olmasa çıxmalı. Yəni gedəsi yerim var deyə biraz gec olacaq yəqin ki. Amma YouTube'a paylaşacağam. Göndərəcəm linkini. Elə ataram elə status. Yəni kimdirsə mənim nömrəm yoxsa nömrəmi qeydə alsın, baxar statusumda olacaq yəqin ki. Belə, sağollaşdım həllik. Sağ olun. Gələn həftə yəqin ki görüşərik bazar günü. Hamıya uğurlar. Sağ olun müəllim. Sağ ol.